Sumqayıt şəhər təmizlik departamentinin əməkdaşları hər gün olduğu kimi bu gün də səhərin ilk saatlarından etibarən şəhərin müxtəlif ərazilərində geniş miqyaslı təmizlik və abadlıq işlərini davam etdirirlər. Küçə və prospektlərin süpürülməsi, məişət tullantılarının operativ şəkildə daşınması, tullantı konteynerlərinin təmiz saxlanılması, park və xiyabanlarda səliqə-səhman işlərinin aparılması gün ərzində fasiləsiz şəkildə həyata keçirilir. Şəhərin bütün ərazilərində çalışan əməkdaşlar Sumqayıtın təmizliyi və gözəlliyi naminə böyük əzmkarlıq və məsuliyyət nümayiş etdirirlər. Xüsusilə qeyd edilməlidir ki, Qurban Bayramı və 28 may Müstəqillik Günü münasibətilə ölkə ərazisində qeyri-iş günləri olmasına baxmayaraq, Təmizlik Departamentinin kollektivi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Bayram günlərində şəhərdə insanların istirahətini rahat və təhlükəsiz şəraitdə təmin etmək məqsədi ilə əməkdaşlar gecə-gündüz demədən xidmət aparırlar. Onların zəhməti nəticəsində Sumqayıtın küçələri, parkları, bulvar ərazisi və ictimai məkanları daim təmiz, baxımlı və səliqəli vəziyyətdə saxlanılır. Bununla yanaşı, Sumqayıt şəhər təmizlik departamenti sakinlərə də mühüm müraciət edib. Bildirilib ki, hazırda yay mövsümünün yaxınlaşması və havaların istiləşməsi ilə əlaqədar olaraq şəhərin müxtəlif ərazilərində vətəndaşlar tərəfindən təmir-tikinti işləri geniş vüsət alıb. Bu səbəbdən bəzi hallarda tikinti tullantıları və ağır məişət qalıqları tullantı konteynerlərinə atılır ki, bu da ciddi problemlərə səbəb olur. Departament sakinlərdən xahiş edir ki, təmir-tikinti işləri zamanı yaranan bərk məişət və tikinti tullantıları məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə atılmasın. Çünki hazırda şəhərdə istifadəyə verilən yeni və müasir texnikalar xüsusi mexanizmlərlə çalışır və konteynerlərdən ağır tikinti tullantılarının götürülməsi həmin texnikaların sıradan çıxmasına, mexaniki hissələrinin zədələnməsinə səbəb olur. Bu isə iş prosesinə mənfi təsir göstərir. Vətəndaşlardan xahiş olunur ki, şəhərin təmizliyinin qorunması və yeni texnikaların uzunömürlü istifadəsi naminə bu məsələyə xüsusi həssaslıqla yanaşsınlar. Hər bir sakin yaşadığı şəhərin təmizliyinə və abadlığına məsuliyyətlə yanaşmalı. Məişət tullantıları ilə tikinti tullantılarını bir-birindən ayırmalıdır. Çünki təmiz şəhər hər birimizin ortaq evidir və onun qorunması yalnız aidiyyatı qurumların deyil, bütün sakinlərin vətəndaşlıq borcudur. Bayram və qeyri-iş günlərində belə yorulmadan çalışan Sumqayıt şəhər təmizlik departamentinin əməkdaşlarının əməyi şəhər sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Onların fədakar fəaliyyəti nəticəsində Sumqayıt günü-gündən daha da gözəlləşir. Küçələr və ictimai məkanlar daim təmiz saxlanılır. Məhz belə zəhmətkeş insanların hesabına Sumqayıt bu gün Azərbaycanın ən səliqəli və abad şəhərlərindən biri kimi nümunə göstərilir. Diqqətə çatdıraq ki, şəhərin əsas küçələrində, insanların sıx istifadə etdiyi ərazilərdə və yaşayış massivlərində xüsusi texnikalar və canlı qüvvə cəlb olunmaqla mütəmadi təmizlik işləri görülür. Təmizlik prosesinin daha effektiv təşkil olunması məqsədi ilə bütün işlər əvvəlcədən müəyyən edilmiş qrafik və plan üzrə həyata keçirilir. Qeyd edilməlidir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun olaraq şəhərin bütün ərazilərində təmizlik və abadlıq işləri daim diqqət mərkəzində saxlanılır. Görülən tədbirlər şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, sakinlərin rahat yaşayışının təmin olunmasına və şəhərin müasir görünüşünün qorunub saxlanılmasına xidmət edir. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.